dedim. Videom yarımçıq kəsildi. İstəyirəm davam etdim. Xalça haqqında danışmaq istəyirdim. Xalçanı yumuşam, axşamdan yumuşam. Xalça qaynanamın çəkisidir. Bu da mənə hədiyyə verir. Axşam yumuşam. Görüntülər gözəl. Onları çək qızım. Gözəl renkləri var. Renk çalarları var. Bir dənə mən çəkim onu. Görürsünüz mü? Sənət əsəridir, sənət. Bəzi adam görəndə deyirlər, niyə satmırsan Xumar xanım? Bunlar baha qiymətədir. Deyirəm, niyə satıram ki, elə şey var ki, qiyməti misilsizdir bizim üçün, dəyərlidir. Mənim üçün böyük bir dəyərlidir, xəzinədir mənim üçün. Qaynanamın çeyizidir, yadigardır. Bu evimizdə ən dəyərli, mənim üçün ən dəyərli bir xalçadır, ən dəyərli bir olan bir gözəllikdir. Görürsün, nə qədər gözəldir. Çox qeyri-adi. Bunu axşam yumuşam. Hər il yuyuram, yum xalçadır, təmiz. Təmiz olanda gözəl olur. İndi qızım, sən məni gedək görsədim. Mənim alətlərim bağçada işləyərlər. İşte bağçamın alətləri. Mənim silahım. Apaçilərin qılıncları olur, onlara oxşuyur. Demək, burada nə göstərirəm? Bunu belə bir şeylər düzəltmişəm. Özüm hazırlamışam, göz nazarımcıqları, belə bir şeylər çəkmişəm. Sonra belə bir dekorativlərim var. Və mənim gözəl qonşum, qoy onu da kadra salım. Mənim gözəl qonşum, gözəl göyçək qız qonşum. Onu da kadra salım və mənim videom var, videomu çəkim. Və bir dəfə mənim üçün çəkmişdi video. Mariya xanım dedi ki, yıxıldı. İndi videom, bura mənim həyətimin bağçasıdır, bağıdır. Sən çək qızım onu bizi, çək bizi, çək. Burada mənim belə bir şeylərim var. Uzaqdan çək qız, uzaqdan oradan. Aşağıdan Paralesdir. Sonra Japon zontikləridir. Xoruz ipiyidir. Paşanatdan endirəndir. Bunlar da noyabrda açacaqlar, noyabr gülləridir. Bax belə. Sonra burada biz paşanatdan endirən bu aslan bığıdır. Lavloris yarpağıdır. Sonra burada mənim gözəl yaysəmən əkmişəm ora. Və maşını çəkmə, məni çək qızım, buradan tut. Mənim həyətimin balkonudur, bu bir tərəfinin balkonudur. Gəl qızım, buradan göstərək. Maşını yoldan çəkək. Jasminimizdir. Jasmin çox ətirlidir. Onun gözət yemək olur. Çox aile edicidir, yəni yemək də olur. Sirokunu da çəkmək olur, kompotunu da eləmək olur, mürəbbəsini də hazırlamaq olur. Bax, belə bir güllərdir və onun ağacı faslını əkmişəm mən bura. Sonra böyle bir hoş gülüm var və mən burada özüm belə çəkim göstərdim. Bu da şeydir, Japonların qılıncıdır, Japon qılıncıdır, ninzalar. Ninza qılınc. Bunu bura koyayım. Gülü açmış olsun. Pasibiliyor ona. Bu şeydir, bağça külüdür. Çox su verəndə yaşıl olur. Az su verəndə belə ağ olur. Uzun sarı gülləri olur daima. Bizim bu güllərimiz var. Belə bir paşanatdan endirənlərdir. Bunlar da böyle bir şeylerimiz var. Burada bizim sarmaşık növlərimiz var. Japonların kılınçlarına oxşuyur. Kılınçdır. Ondan sonra burada da bir neçə buz çiçəklərim var.
Çok güllerimiz var. Bu da ətirli, qeyri-adi bir gözəl gül növüdür. İstəyirəm. Bura bizim bulvarımızdır. Çok qəşəng havası var. Bir dəqiqə bunu çəkim, görsəldim. Və burada yolka ağaçları əkmişəm. Bax belə kırışkalardan belə hazırlamışam gözmuncuqları. Çok qəşəngdir. Kızım mənə rəssamlıq var məndə. Rəssamlıq renklər almışdı. Artıq bir neçədən şəkil çəkəndən sonra vaxt zamanı keçirdim. Götürüb hamısını belə renkləmişəm. Və mənim var burada yolka ağaçlarım. Bu yolka ağaçlarını da hamısını özüm barmaq boyutuyla əkəndə çiğitdən əkmişəm. Hamısını şam ağaçlarıdır. Özüm yetişdirmişəm. Bizim burada acəm borusu var. Ağaca çıxıbdır, ağaçda yetişir. Hələ ki bu qədər. Hələ ki Mariya xanım gəlirsiniz kadra çıxın. Hələ ki bu qədər gözəl xanımlar. Mən bu günlərim WhatsApp-dan sizə hələ ki bu qədər açmışdım. Bunlardan göstərdim. Demək burada Jasminin yanında durum və Faspilyoramın yanında. Yəni hamınız güllü çiçəkli olun, gözəl qalın, gözəl xanım, xanımlar. Gül əkin, gül açsın, sizi sevindirsin. İnşallah bir dəfə də qonşum Marina'nın haqqında çəkəcəm videomuz. Təranə xanımın yanında. Təranə xanımla çəkildi. Bir günə 6000 adam baxış oldu. 6000 bir günə. Təranə xanım rekord vurmuşdu. O da qeyri-adi bir xanımdır. İndi gözəl qonşularım var. Hər dəfə onların birindən bir çəkiliş edəcəm. İnşallah sizlər də bəyənərsiniz. Sağ olun, var olun, güllərlə çiçəklərlə qalın. Teşekkürler.